istəyirəm. Dedim, niyə? Deməli, Sovet dövləti yıxılıb Azərbaycanda. Allah göstərməsin. Bütün fabrikalar, zavodlar hamısı bağlandı. Özünüz bilirsiniz, o dövrü yaşamışsınız, mən də yaşamışam. Deməli, bunun atası anası da injinirdi. İkisi də işsiz qalıb, evə bir manat gətirən yox. Bu adam Sumqayıtda yaşayır, bu Medusda gəlməyə pul yoxdur. Bu pul verməyin də, pul verə bilmədikləri üçün öydə qırğın gedir. Qırğın gedir öydə. Bu da gəldi, dedi ki, belə-belə, bu uşaq mənə söylədi ki, belə, mən özümü öldürəcəm. Deməli, Sumqayıtda nə var? 90-cı ilin əvvəlidir də. Hə, 90-cı ilin əvvəlləri. Orada bir park var. O parkda gedib, özü kəndir alıb, kəndirin o boğazına keçirilən yerini alıb, oraya keçirib, ikinci gün dərs. Deməli, ikinci gün dərs